bəzi tamaşaçılarımız Laçın bəyannaməsi ola bilərmi deyə hətta suallarda soruşulur. Şuşa bəyannaməsinə bənzər bir, yəni ən azı belə bir yeni bir sənəd bəyannamə mümkün hesab edirsinizmi? Ayrı-ayrılıqda bu dövlətlər arasında bu münasibət var, üçlü də münasibətlər var. Yəni bu hərbi əməkdaşlığın inkişafı ilə bağlı ciddi sənədlər imzalanıb. Təhlükəsizliklə bağlı və hamısı vardı. Əslində Pakistanla Azərbaycan arasında, Azərbaycan-Türkiyə arasında var və istənilən vaxt Pakistan da Türkiyədə Azərbaycanın çağırışı ilə Azərbaycana hərbi dəstək vermə məsələsində həm mükəlləfdirlər, həm də Azərbaycan eyni qaydada onlara dəstək vermə məsələsində mükəlləfdir. Ona görə də burada bəlkə bunu nəzərə alaraq bunun konkret bir son Hindistanla Pakistan arasındakı tamamilə doğru. Məsələdə hətta açıqca Hindistanın da bəyanatı oldu Azərbaycan əleyhinə, Türkiyə əleyhinə. Burada əsas məsələ nə idi? Hindistan vasitəsilə Pakistanı dişinə vurmağa çalışdılar beynəlxalq güclər. Amma baxdılar ki, Pakistan da belə sadə bir dövlət deyil, istənilən vaxt, istənilən gücün qarşısında durmağa imkanı çatan hərbi gücü olan bir dövlətdir və hərbi potensialı da elə Türkiyədən sonra bəlkə də ən güclü hərbi potensial olan ölkələrdən biridir, müsəlman ölkələrindən biridir. O baxımdan da belə bir sənəd görünür ki, var deyə belə ayrıca imzalanmağa nəzərdə tutulmadı. Həm də bu Laçın məsələsi məncə daha çox dediyim məsələyə xidmət eləyir. Yəni Laçın birbaşa sərhəddir. Sərhəddən Türkiyə, Azərbaycan, Pakistanın boy göstərməsi çox önəmli məsələ. Necə Avropa Birliyi Ermənistan içindən bizə boy göstərməyə çalışır, amma boyları çıxmır, görünmürlər. Amma biz dedik, sizin boyunuz görünmür, amma biz daha hündürdəyik və boyumuz da sizdən yaxşı görünür. Həm də Avropa Birliyinin orada müşahidəçilərinə orada tez-tez durbinlə baxırlar. Onda üç böyük dövlətin liderini bir yerdə görəndə onların yəqin ki, durbinin şüşələrində də nəsə bir problem çıxacaqdır və narahat olacaqlar.